Əgər bu gün darıxırsansa, bil ki, sabah üçün hazırlanırsan. Səni yaradan Allah səni unutmur. O sənə daha gözəl bir həyat, daha güclü bir qəlb, daha saf bir ruh bəxş etmək üçün səni yenidən formalaşdırır. Ona güvən və yoluna davam et. Çünki Allahın sənə yazdığı həyat sənin xəyal etdiyindən daha gözəldir. Unutma, heç bir imtahan sənsiz və səbəbsiz gəlmir. Hər göz yaşının arxasında bir səbəb var. Hər səbrin sonunda bir mükafat var. Səni yoxdan yaradan Rəbbin səni yarı yolda buraxmaz. O qəlbini, niyyətini və içindəki saf sevgini görür. Əgər bu gün ayaqda qalmaq çətindirsə, bu daha güclü olacağın sabahın xəbəridir. Allah səni unutmaz, səni sınayaraq səni hazırlayır. Hər ağrının, hər gecənin sonunda bir səhər var və o səhər sən gülümsəyəcəksən. Çünki sən heç vaxt tək deyildin. Əllərini dua üçün qaldıranda qapılar açılır. Rəbbinə sığın, ona güvən. Çünki ən gözəl güvən ondadır. Qəlbinin dərinliyində deyin, məni yaradan Allah var, mən ona təsliməm.